Esselamu Aleyküm ve Rahmetullah değerli izleyicilerimiz. Aktardığınız, yuxularınızda görə bilmədiyiniz torpağı satışa çıxarmışam. Deməli, düz yolun kənarında üzü yola tərəf 2 dənə, 3 dənə ev tikib bacanaqlara hədiyyə edə bilərsiniz, yeznəyə hədiyyə edə bilərsiniz. Allahın izni ilə Bismillah deyib nə edəcəm? Çəkilişə başlayacağım. Bismillah. Deməli, torpaq sahəmiz budur. 7 sot torpaqdır, 4 bir tərəfə də bağlıdır. Düz yolun kənarındadır, baxın belə göstərim. Deməli, Qabaqçol vağzalı adlanan ərazidən cəmi 1 kilometr məsafədə Tülü ilə kəsişmədə yerləşir bura. Baxın, qarşısından marşrut, gəmi, samolyot, hər bir şey keçir, yəni necə lazımdır. Boy üzrə belə divizyonalar var, yəni ki, baxın belə göstərim. Çölü bu tərəfi hasarlıdır. Baxın belə göstərdim Allahın izni ilə, baxın. Doğrudan da çox qəşəngdir, düz yolun kənarıdır. Ən əsası torpaq nədir? Torpağın 4 tərəfinin bağlı olmağı və ən əsası yol tərəfi istiqaməti, yəni uzunluğu yol tərəfə düşməsidir. Qapılarınızı yol tərəfə qoyursunuz. Məsəl üçün, yeznələrinizə ev tikib hədiyyə edə bilirsiniz. Baxın, üzü bu tərəfə. Belə göstərim. Baxın, qəşəngcənə. Deməli, qazı, suyu, işığı, interneti, bütün kommunikasiya sistemlərlə təchiz olunubdur. Bütün kommunal sistemlərlə təchiz olunmuş bir yerdir. Belə göstərirəm, baxın. Doğrudan da qəşəngdir. Qiyməti mən qeyd eləyəcəm Allahın izni ilə. Baxın, belə yolla göstərim bir dənə də. Bu tərəfdə göstərim. Həmişə ki, mənim canavarım oradadır, Opelim. Baxın. Bir daha qeyd eləmək istəyirəm ki, 4 bir tərəfi bağlıdır. 7 sot torpaq. Deməli, sotu 4000-ə təklif olunur. Təbii ki, razılıq olsa, bu qardaşımızın həyətində oturub 4-5 dənə mürəbbə, 50-60 kilo konfetlə, zadla qiymətdə razılığı əsasən fərqlənmə olacaq inşallah. Fərqlənmə, yəni ki, alqı-satqı olsun, digər məsələlər olsun, razılıq əldə olunacaq inşallah. Görün, baxın, marşrut da gəlir. Yəni, dayanmadan buradan marşrutdur, taksilərdir, hər bir şey keçir. Deməli, mən yenə də qiymətini qeyd edirəm inşallah. Deməli, torpağımızın bir sotu 4000-ə təklif olunur. Bir daha qeyd eləmək istəyirəm ki, 7 sot torpaqdır. Sotu 4000-ə təklif olunur. Bir daha qeyd eləmək istəyirəm ki, təbii ki, razılıq qiymətdə razılıq olsa, yəni alqı-satqıda razılıq olsa, təyin olan qiymətdə fərqlilik olacaq. Səhifədə nömrəmiz qeyd olunubdur. Yaza və ya zəng edə bilərsiniz. Esselamu Aleyküm və Rəhmətullah.